Saqqız çeynəyib atmaq üçün olan maddədir. Əvvəllər saqqız ağac qabığından hazırlanan qətrandan düzəldilirdi. Müasir dövrdə isə bəzi dadlandırıcılar, gliserin, yumşaldıcılar və boyayıcı rəngdən istifadə edilməklə müxtəlif saqqız növləri hazırlanır. Əsası yeyilməyən elastik maddədən olan saqqız üzərində aparılan tədqiqatlar onun sağlamlıq, xüsusən də diş üçün faydalı olduğunu sübut edib. Stomatoloqlar isə deyirlər ki, uşaqların saqqız çeynəməsi valideyn nəzarəti altında olmalıdır. Davamlı və intensiv çeynəmə, çənə oynağının həddindən artıq dartılması üz və baş nahiyəsində ağrılara səbəb ola bilər. Ümumiyyətcə, bundan əlavə əsas şəkərli saqqızlardan pasientlər istifadə edərkən biz onlara məsləhət görmürük bunu. Nəyə görə? Çünki karisə səbəb ola bilər. Bu səbəbdən qida qəbul etdikdən sonra 5-10 dəqiqə ərzində saqqız çeynənilməsi şəkərsiz, mütləq qaydada şəkərsiz olmağı tövsiyə olunur. Müalicə olunmuş dişlərdə əsasən də plomblanmış və yaxud hər hansı bir ortopedik konstruksiya olduğu halda saqqız çeynəmə ümumiyyətcə stomatoloq həkimlər məsləhət görmür. O səbəbdən ki, dişlər hər hansı bir sement üzəri yapışılır, çeynəmə zamanı isə onu hərəkət etdirərək yerindən oynada bilərlər və yaxud plombu qoparda bilərlər. Saqqız çeynəməyin konsentrasiya və yaddaşa təsiri təəccüb doğura bilər, lakin elmi araşdırmalar bunu dəstəkləyir. Belə ki, saqqız çeynəmək qan dövranını tənzimləyir və bununla da beyinə daha çox oksigen daşınmasına səbəb olur. Saqqızın həzm sisteminə də müsbət təsiri var. Çeynəmə prosesi həzm sistemində də mühüm rol oynayır. Amma bununla yanaşı həkimlər zərərləri də vurğulayırlar. Həzm olunmayan elastik bir kütlədən təşkil olunub. Həmin elastik kütlə əgər təsadüfən ilişib insan orqanizmində, bağırsaqda qalsa, uzun illər həll olunmur. Çünki o dərəcədə orada kimyəvi elə bir tərkib var ki, yəni orqanizm tərəfindən həll olunmayan bir. Bu artıq özü insan orqanizminə bunun nə qədər ziyanlı olduğunu göstərir. Onun tərkibində olan bütün o dadlandırıcılarımı deyim, şəkərmi deyim, digər bütün maddələrin hamısı gəlir, mədədə turşuluğa təsir eləyir və mədə turşuluğun azaldır və bu zaman əksinə duz turşusu daha çox ifraz olunmağa başlayır. Xüsusilə nanə tərkibli saqqızlar təravətli dad yaradır. Bu təravət hissi insanın özünə inamını artırır və sosial vəziyyətlərdə daha rahat olmasına şərait yaradır. Yəni insanlar başqaları ilə ünsiyyət qurarkən özlərini daha inamlı hiss edirlər. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.